Əvvəl işin 70%, sonra qalan işin 20% görüldü. İşin neçə faizi görülməmiş qaldı. Və yadınızda saxlayın. Neçə faiz satıldı, neçə faiz qaldı, neçə faiz gedildi, gedilmədi. Bu tipli suallar gördüksə, hansı qaydadır? Başlanğıcı 100 götürmək qaydası. Başlanğıcı 100% götürürsünüz. Deyir əvvəlcə 70%. Gördümsə neçə faizi qalacaq? 30. Sonra qalan işin 20%. 30'un 20%'ini tapıram. Neçə deyir? 6. Deyir neçə görülməmiş qaldı. 30 qalmışdı, 6'sını da görürəm. 30'dan 6 çıxacam. Cavab neçə eləyəcək? 24. Yox əcəl. Sağ ol. Deməli, ikinci sual asan sual idi. A ilə B-nin kəsişməsi. A ilə B-də kəsişmədə hansı elementlərdir? 6'dır, 8'dir, 9'dur. Bir də 10'dur. Deyir C-dən çıxın. C-dən 10'u götürürəm. Başqa götürəcəyim var? Yerdə qalır. 2, 3, 7, 12. Sayını istəyir. Cavab neçə olacaq? 4 dənə. Aydındır? 3. Kosinus 60'da neçə alır? Bəs sinus 30'da 2'də 1. 2'də 1'i çıxardırsınız mötərizə xaricinə. Kosinus 72, kosinus 18. Çıxılsın sinus 72, sinus 18. İndi qulaq asın mənə. Koskos sinsin. Ortada çıxma olanda nə edirsiniz? Toplayırsınız. Toplama olanda nə edirsiniz? Çıxırsınız. Yan-yana ikisi də kosinus, ikisi də sinussa. Kosinusun açılımıdır. Biri sinus, biri kosinus olanda sinusun açılımı olur. Olacaq nə? Kosinus 72 üstəcə 18. Nəyi verir sizə? Kosinus 90'da nə alır? Cavab olacaq 0. Yəni A variantı. Aydındır? Bir siz olacaq. Necə? Kosinus 60'ın yerinə sinus 4. 14'ü atıram o yana. 17'den 14 çıxanda neçə eləyir? 3. 3'dən böyük neçə götürəsiniz? 4. 4'ün üstünə əlavə edirəm. 10, 14. Deməli belə. Perimetri necə tapılır? 4 vuram. Baxırıq misal nömrə 6'ya. Sahəsi deyir 30'dur. Hündürlüyü 3'dür. Rombun sahəsi A vur H-dır. Hündürlüyü 3'dürsə, onda tərəfi neçədir? 10. Rombun perimetri də 4A'dır. Cavab neçə eləyəcək? 40. İndi baxırsınız bura. Sinus kvadratını atıram bu yana. Toplama olur mu? Sinus kvadratı 32 dərəcə. Üstəgəl kosinus kvadratı 32 dərəcə. Çıxılsın 2'də 1. Bunun cavabı nədir? 1. Sinus kvadratı ilə kosinus kvadratının içləri eynidirsə, cəmi nə verir sizə? 1. 1-dən 2'də 1 çıxana nə qalır? 2'də 1. İndi baxın. Kosinusun tənliyində x bərabər olur. Müsbət mənfi. 2'də 1'i neçə dərəcədə alır kosinus? 60 nə deməkdir? Üstə gəlsin. A variantı. Aydındır? Köş altında 36'dan neçə çıxır? 3 ilə 6'ını toplayıram. 9. 9'dan da neçə çıxacaq? 3. 9. İ'nin qüvvəti 4'dən böyük olanda 4'ə bölüb nə götürürsünüz? Qalıq. 5'i 4'ə böləm. Qalıq nədir? 1. 7'ni 4'ə bölürəm. 3. İlk bu nəyi verirdi sizə? Mənfi ilə. İndi Z1 olacaq. X çıx 1. Çıxılsın 3Y2. Z2 olacaq. 4 çıx X. Üstə gəl Y. Mənfiyi daxil. Qabağa mənfi atıram. İndi qulaq asırsınız mənə. Qoşma kompleks ədədlər biri A üstə gəl B idisə, o biri nə olur? A çıxılsın B. Yəni həqiqi hissələr nədir? Bərabər. Olacaq bizdə 2x çıx 5 bərabər nəyə? Y-ə. Razısınız? Xəyali hissələr bir-birinin əksi olmalıdır. İndi baxın. Bunu olduğu kimi götürürəmsə, bunun əksini götürməliyəm. Bax, qabağında mənfi var, amma mən götürmürəm. Deməli, x nəyə bərabər olacaq? Mənfi 1 çıx 3y. Düzdür? Gətirib qoyuram yerinə. Bunu 2'yə vururam. Olacaq mənfi 7y. 7y alıram mənfi 1. Y mənfi 1 ise x olacaq 2. X 2, y mənfi 1. Aydındır? Deməli, qoşma kompleks ədədlərin qaydası nədir? A üstə gəl B idisə, qoşması nə olmalıdır?
A çıxılsın B. Keçən illəri buraxışa nə düşmüşdü? Yazmışdı ki 4 üstəgəl 2-nin qoşmasını tapın. Nə olmalıdır? 4 çıxılsın 2. Plusudursa nəyə götürürsünüz? Minusunu. Aydındır? 10. Buna bir gedər nə vaxt? Neçəyə bölsən? 2-yə. X1 üstəgəl X2 neçədir? 3. Bəs X1 vur X2. 5. İndi baxın. Buradan X1 X2'ni çıxardıram. Bunu da köməkçindən açıram. X1 vur X2 3 onda 5'dir. X1 üstəgəl X2 3'ün kvadratı 9. 2'ni də 3 onda 5'e vuranda 7. 9'u da 3 onda 5'i də 2'ye vururam. Cavabı neçə eləyəcək? 7. Bu da çətin sual deyil. Deməli belə. Dəqiq diqqətlə baxın. Kublar düsturunun açılışına oxşayırım ha. Bir dənə siz mənə A kubu üstəgəl B kubunun açılışını deyin. İndi bax. Burada görsənir B'nin yerinə neçədir? 2. İndi burada olmalıdır 2'nin nəyi? Kubu. 2'nin kubudursa 8 olacaqmı? A-nı qeyd edirəm 8. Burada olmalıdır. Bu 3x'in kvadratı. Yəni nə? 9x kvadratı. Onda B neçədir? 9. Çıxılsın AB yazmışam. Deməli 3'ü 2'ye vuram. 6 eləyir mi? Burada üstəgəldirsə, axı düsturun özündə çıxmadı. Düzdür? Ona nə yazmalısınız? C-yə. -6. D də olmalıdır 2'nin kvadratı. Yəni 4. İndi cəmini istəyir. Bu eləyir -2. Bu da 17. Şu. Amma bu ətraflıya düşsə necə yazmalısınız? Bir də mənə bax. Bunu vuruqlara ayıranda bu alınıbmı? Qayda var. Çoxədlinin vuruqlarından birini sıfıra çevirən qiymət çoxədlinin özünü də nə edir? Sıfıra çevirir. Onda nə edirəm? 3x üstəgəl 2'ni bərabər eləm sıfıra. X alıram -3'də 2. Gətirib bu x'in yerinə -3'də 2 qoyub sıfır eləyirsiniz. Oradan anı tapırsınız. Sonra düsturundan açırsınız. Yəni ətraflıdaşı həlli odur. Aydındır? Burada vuranda 7'lər gedirmi? Logaritma 3 əsasdan 36. Logaritma 3 əsasdan 4. Çıxma olanda nə edirdiniz? Bölürdünüz. 36'nı 4'ə bölün. 9 üçün nə idi? 3'lər gedir. Cavabı neçə alıram? Aydındır? Bu da asan sual. Axır ki gələn dərs keçəcəyik silsilə. Baxırsınız mənə. Bax, A39'un açılışı nədir? O1 plus 38'dir. Dərs yaxşı A21'in açılışı. İndi nə edirəm? Bundan bunu çıxıram. A1'lər gedir. 18'dir. 3,6. D-ni nə alıram? D-ni gətirirəm. Burada yerinə qoyam. 20'ni 0,2'ye 2'ye vururam. 4. A1'i nə alıram? 29. İndi ilk 5 həddin cəmi S5. 2A1 üstəgəl 4D bölü 2 vur 5. Buranı 2'ye bölün. A1 üstəgəl 2'dir. Vur 5. Düzdür? 29 onda 4. A1 neçədir? 29. D'si də 0,2'dir. 29 onda 4'ü 5'e vuranda 147. Şimdi. Deməli belə, qulaq asırsınız mənə. 3 üstü neçə ilə 5 üstü neçə necə ədədlərdir? Qarşı sayı ədədlərin hasil əbobu. İndi qulaq asırsınız mənə. N 2M isə N'in yerinə nə yazıram? 2M. Onda 3 vurulsun. Bu eləyir 9. 9 üstəyim, 5 üstəyim. 133'dən 2'ni toplayıram, 135. 135'i 3'e bölün. 45. Bu da elə 45 üstəyim eləyir. Onda M neçədir? 1. M 1'dir, N'də 2M olduğuna görə 2'dir.
Cəmini istəyir 3. Aydındır? Deməli, 15-ə baxaq. Deyir ifadəsinin ən kiçik qiymətini tapın. Qulaq asın mənə. Kvadratın ən kiçik qiyməti nədir? 0. Axı içini 0-a çevirən qiymət yoxdur. Onda dəyişənin özünə baxırsınız. 2x-4-ün ən kiçik qiyməti 0 deyil, mənfi olanmaz axı. Qalır 5-in kvadratı. Burada isə çıxma var deyə 0 ola bilir. Düzdür? Onda ən kiçik qiyməti nədir bunun? 0. Düzdür? Bunun da yenə ən kiçik qiyməti nədir? 0. Çıxmanın həmişə ən kiçik qiyməti 0 olur. Amma burada məncə səhv veriblər. Nəyə səhv veriblər? Burada toplama olmalıydı. Sən niyə? Onda misalın oxuş şərti səhv gedir. Ya da buranın kvadratı olmalıydı. Niyə? Cavabda nə veriblər 15-ə? Deyim bir dənə. 15-də A bərabərdir mənfi 2 yaz. Ha, öz A vermişdi zaten. Hə, bunun opşu həllində səhv var. Bunun yenisinin topluda var. Həllində bura toplama olmalıydı. Siz bura üstəcə üçün kubu yazmalıydınız. Deyin niyə? Üstü kubdursa bunun ən kiçik qiyməti mənim sonsuzluğa gedir. Kubun ən kiçik qiyməti 0-dır deyən mənə bax. Düzdür? Ona görə bura toplama olmalıdır ki, mən bunu 0 aparım, burada üçün kubu qalsın. Yəni məntiqi səhv var misalda. Cavab 42-dir. Bu xeyirvizədir. Səhvimi bir boyda. Hə, bu xeyirvizədir. da belə düşübmüş müəllim. İmtahanda yox, toplama olur. Şeyli, bura səhv götürdülər. 16-da neçə elementimiz var? 5. İkisini seçirəmsə nə ilə seçirdim? Kombinizonla. Kombinizon 5-dən neçə yazıram? 2. 5 vur 4 bölünsün 2 faktorial. Bunlar gedir. Neçə olacaq? 10. Cəmi 7 verən nədir? 3, 4, 2, 5. Neçədə nədir? Olacaq 10-da 2. 0,10-da 2. Aydın da. Bu da asan. 17. Cavab 1-dirsə içi nədir? 10. Niyə? Evcil loqaritm ona əsas deməkdir axı. İndi mənə baxın. 9 ilə neçənci amma 10 verir? 5 Onda bu nədir? 1. Yazıram loqaritm ona əsasdan 800 təcəl LCX bərabərdir 1-ə. Onda bu yenə 10 olurmu? 800 təcəl LCX ilə loqaritm ona əsasdan x yazıram. Loqaritm ona əsasdan x 2, x olacaq onun kvadratı. Aydındır. Biraz yuxarı. Deyim. Deyir oturacağı asi olan ABC bərabər yanlı uçacağında B təpəsindən oturacağı BD medianı çəkilmişdir. Bərabər yanlıdırsa endirilən median həm də nədir? Hündürlüydür. Median isə 6-6 bölür. Perimetri 32-dir. 6-6 12. 32-dən 12 çıxın 20. Onda 10 10. 16 Pifaqordan neçə tapıram? 8. Bunu da şeydə izah eləmişdim. Müstəvi vərəqində. 2 paralel müstəvidir. Uzunluğu 11 olan parça. Məsafədə 7-dir. Demişdim nəyini tapırsınız? Pifaqorun. Kök altında 121 çıxılsın 49. Neçə eləyir? 72 yazır kök altında. O da 6 kök altı. Nə vaxt sonsuz sayda həll olurdu? A-la B. 3 nisbətdə bərabər olanda. Buranı çarpaz vuram. 8 katı 24, 14. Bir dəqiqə. 6K mənfi 24, K olur mənfi 4. Amma bu imtihana düşsə neyini? K-nı mənfi 4 alandan sonra aparın yerinə qoyun, yoxlayın ki, üçü də bir-birinə bərabər alınırmı? Ondan sonra qeyd ki, mənfi 4 yoxlanmalıdır mütləq. 21. Bunu da yenisini izah eləmişəm. S 80'dir. Buranı birləşdirirəm. Radius, radius, radius. 80 isə bərabər yanlıdır. Burada 80'dir. 80 80 neçə edir? 20 qalır. Onda burada 90 isə 70. Bu da yenə bərabər yanlıdır. 2 alfa 110 alfanı nə alıram?
55. Bu həm 9-ların buraxılışına düşüb, həm də 11-lərin bu sual özü. Robotika gəlib sual. 22. Bunun mərkəzi nədir? 2. Bunun mərkəzi nədir? Bunları sıfıra çevirən. Mənfi 9, mənfi 2 nöqtə arasındakı məsafə. 3, 4, 12, 5, 13. Deməli, mənfi 9-dan çıxıram 3-ü bunun kvadratı. Bir də mənfi 3-dən çıxıram 2-ni bunun kvadratı. 144 üstə gəlir 25. 169, bundan da çıxır 13. Bunu da yenisini başa salmışam. Deməli belə, bir dənə diqqətlə bura baxın. Bax, bura 1-dirsə, bunlar eynidir də, bura 1 olmalıdır. Növbəti bu tərəfdir. 3-dürsə bura, burada 3 olacaqmı? Yan səthi deyəndə prizmanın, bax, buranı nəzərdə tutur. Burada düz bucaqlıdır. Eni neçədir? 3. Uzunluğunu da tapanda bunları toplayıram. Neçə eləyir toplayanda? Neçə eləyir toplayanda? 13, 16. S olacaq 3 vur 16, 48. Mən də yazdım. Şərtdə deyir ki, həcmləri bir-birinə bərabərdir. Diqqətlə baxırsınız bura. Birincinin radiusu neçədir? Bəs hündürlüyü. İkincinin radiusu bilinmir. Hündürlüyü neçədir? Həcmləri bərabərdirsə, həcmli də tapılır silindirdə. Yox, sadəcə pi kvadrat vurur. Pi'lər gedir, düzdürmü? 16'nın kvadratı vur 6. Bu da R kvadrat, pi gedib. H'da 12. 12 ilə 6 gedir 2. 2R kvadrat, 256, R kvadrat, 128. R de olacaq kök altından 128. Buyurun. Saat neçədə başlayır? 2-də. Deməli belə, 20 dəqiqəyə neçə səhifədir? 20 dəqiqəyə 18 səhifədirsə, 1 dəqiqəyə neçə səhifə olacaq? X. X bərabərdir 20-də 18. Razısınız? İkinci, 30 dəqiqəyə 15 səhifədir. 1 dəqiqəyə deyirəm Y. Y bərabərdir 30'da 15. Yəni 2'də 1. Birlikdə deyəndə toplayırdıq da. 20'də 18. Üstə gəlsin 2'də 1. Bilmirəm neçə dəqiqəyə qutararlar T deyir. Bərabərdir 210. Ortaq məxrəcim 20'dir. 20'də 28. Bununla bunu aparam 2'yə. Buron qalır 14. 14 ilə də 210 aparanda 210 14'ə bölünür də. 210 14'ə bölünür neçə edir? 15. 150 dəqiqə. O da olacaq 150 dəqiqə. Şimdi